və məktəbimizə gələn qonaqlar. Hər birinizə öz minnətdarlığımı bildirirəm ki, siz bu günləri Vətən Müharibəsi qəhrəmanı Rəşad Abdullayevin anım günündə iştirak etməklə vətənə olan sevginizi və mənim bu şagirdlərimin gələcəkdə vətən sevgisinin bütün dünyada aşılanmasında böyük örneği və dəyəri olacaqdır. Mən məktəbimizin şagirdlərinə, öz şagirdlərimə və bu məktəbimizin mənimlə birgə döyüşən, amma döyüşdən şəhadətə ucalan şagirdlərim var. Mən o döyüşdə tək zabit kimi yox. Mən o döyüşdə şagirdlərimlə döyüşdüm. Mən o döyüşdə qəhrəmanlarımla döyüşdüm və məktəbimizin şagirdi Əliyev Camal Mehmanoğlu Vətən müharibəsində Füzuli Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Qasımov Hüseyin Həsənxanoğlu qəhrəmancasına Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid oldu. Onlara da sizin kimi mən dərs demişdim. Təhməzli Mirəli Mirfəttaoğlu antiterror əməliyyatında qəhrəmancasına şəhid oldu. Və bu qəhrəmanları yaşatmaq, bu şəhidləri yaşatmaq hər birimizin borcudur. Bizim məktəbin təməli 92-ci ildə Nəzərov Rövşən qəhrəmanlığı ilə, itkin düşməyi ilə, Daşaltı əməliyyatında itkin düşməyi ilə məktəbimizin adı Qəhrəmanlar və daimi tarixdə çəkiləcək bir məktəb oldu. Və o məktəbdən 5 zabitimiz var. Bu günləri Vətən Müharibəsi qəhrəmanı adına bu məktəbdə Rəşad Abdullayev adına işləyən 5 müəllimimiz müharibə iştirakçısı və qazisidir. Onlardan ilk öncə Ağa Məmmədov 1-ci Vətən müharibəsində, yəni Qarabağ Savaşında iştirakçısı olur. Qəşən müəllim Hüseynovdur, iştirak edib. Toğrul Rizvanlıdır, Vətən müharibəsində iştirak edib. Şəkərli Rəşid təzə gəlib məktəbimizə, o da Vətən müharibəsi iştirakçısıdır. Füzuli müəllim, o da Vətən müharibəsi iştirakçısıdır, bizim məktəbin müəllimi olub. Və siz şagirdlərimiz fəxr eləməlisiniz ki, bu cürə qəhrəmanın adı sizinlə birgə döyüş yolu keçmiş zabitlərlə, əskərlərlə sizə təhsili yeniliklərini, vətən sevgisini, uğurlarını aşılayır və hər birinizə gələcəkdə ömür, can sağlığı, uğurlar arzulayıram. Rəhbərliyimizə də Vətən Müharibəsi qəhrəmanı Rəşad Abdullayev adına məktəbin rəhbər heyətlərinə öz təşəkkürümü bildirirəm. Bu tədbiri geniş, gözəl hazırlandığına görə və rayon ictimaiyyətinin gözü qarşısında bir də bu tarixi kitablara qeyd edən, yaddaşlara həkk edən yazıçılarımıza öz minnətdarlığımı bildirirəm. Çox sağ olun, təşəkkür edirəm hər birinizə.